Bütün erməni faciəsinin səbəbkarı elə kilsədir. Kilsə zərərsizləşsə, bir dini ocağa çevrilsə, ancaq dinlə məşğul olsa, layiq olmasalar da erməni xalqı da xoşbəxt olar, bir dövləti də bir dövlət formasını alar. Ermənistanın Türk dünyasına qovuşması və Azərbaycanlıların qayıdışı, şəxsən məsələn, mən düşünürəm ki, gələn konstitusiya dəyişikliyi ilə bağlı artıq, bilməm, indi icma bunu eləyəcək, eləməyəcək, bir təşəbbüs göstərmək lazımdır ki, konstitusiyada dəyişikliklər baş verirsə, Ermənistanda prezident institutu ki var, o İsveçrədə olduğu kimi bir ildən biri olsun və bir dəfə mütləq Azərbaycanlı seçilsin, bir dəfə erməni seçilsin. Eyni zamanda Ermənistan ərazisində Azərbaycanlıların siyasi partiyasının mövcudluğuna şərait yaradılsın və ən azı parlamentin 50% Azərbaycan mənşəli deputatlara verilsin. Yəni, bu artıq indidən konstitusiyada təklif kimi səslənməlidir. Bu mənim fikrimdir, çünki biz bu tələbləri artıq qoymalıyıq. Qərbi Azərbaycanlıların ləyaqətli qayıdışının təmin olunması üçün qarant dövlət anlayışı çıxsın. Ola bilsin ki, Ermənistan tərəfi Azərbaycanın maraqlı bir dövlət, yəni hesab etdiyi üçün onun qarant olmasının əhali tərəfindən bir mənalı qarşılanmaması, yəni Azərbaycan polisinin orada olması, Azərbaycan əskərinin orada olmasını qəbul eləməyə bilər. Amma Türkiyə bu məsələdə qarant rolunu oynaya bilərmi? Ordusu ilə mi, ya polisi ilə mi? Bilmirəm, bu necə olacaqdır proses. Onu mən deyim, bunun üçün çox ciddi bir çalışmağa da lazım deyil, beyin mərkəzli işə salmaq lazım deyil. Ermənistan cəmiyyətini hazırlamaq istəyirsə və yaxud hazırlamaq istəyirlərsə özləri də ikicə nəfər adam lazımdır. Bir Türkiyənin İrəvanda səfiri, bir də Azərbaycanın səfiri. 2 dənə türkü böyük-böyrə görəndən sonra bütün erməni cəmiyyəti buna hazır olacaqdır. Bu bir mənalı şəkildə belədir. Bunun üçün xüsusi əziyyət çəkməyə ehtiyacı yoxdur. Paşinyan da özünü dərdə salmasın, beyin mərkəzlərində işə salmasın. Yetər ki, bizim bir Türkiyənin, bir Azərbaycanın səfiri orada olsun, bəsdir. Yəni, bütün mənzərə onlar üçün aydın olacaq və reallığın dəyişdiyini bilib, anlayıb, qəbul eləyəcəklər. Bu başqa yolu qalmır. Çünki bütün gedən proseslər, həm siyasi, həm iqtisadi, həm beynəlxalq aləmdə onu göstərir ki, Ermənistan dövlət kimi mövcud olmaq istəyirsə, beynəlxalq hüququn bu tələbini icra etməlidir və Azərbaycanlıların qayıdışını bir mənalı şəkildə qeydsiz, şərtsiz, bu dəfə şərtləri biz qoyacaq, həll etməlidir, çünki bunun başqa bir yolu yoxdur. İndi bunu seçkidən əvvəl eləyəcək, sonra eləyəcək, mən bilmirəm, amma yeni konstitusiya qəbul olunana qədər Paşinyanın Qərbi Azərbaycan icmasının rəhbərliyi ilə görüşüb, onun da Qərbi Azərbaycanlılar da Ermənistanın yeni konstitusiyasının tərtib olunmasında iştirak eləməlidir. Mən belə düşünürəm. Çünki başqa bir, yenidən bir də təzədən referendum eləyəcəklər. Deyəcəklər, sonra pulumuz yoxdur, bunun pulunu da siz verin. Yəni, bütün bu xərclərə yol verməmək üçün elə indidən bu məsələləri həll edək, məsələ öz həllini tapsın. Çünki çox ciddi bir məsələdir bu və orada hüquqlarla bərabər, vəzifələrlə bərabər, mülkiyyət məsələlərlə bərabər sistematik bir dövlət aparatında Azərbaycanlıların təmsil olunmasından gedir. Burada əlbəttə ki, bir məqam da var, bu da təbliğat məqamımızdır. Bayaq İsmail bəy də dedi, Qafar müəllim də dedi ki, Qərbi Azərbaycan icmasının üzərinə çox böyük vəzifə həm də ona görə düşür ki, beynəlxalq ictimaiyyət yenə öz bildiyini deyir. Ayının 2-sində imzalanmış sənədində Qarabağ ermənilərinə xüsusi diqqət ayırması, sevgidən irəli gələn xüsusi diqqət ayırması, amma Qərbi Azərbaycan icmasının bir söz belə, ifadə belə öz əksini tapmaması təbii ki, bir təpki ilə qarşılaşılacaq. Mən düşünürəm ki, bax, icmanın rəhbərliyində təmsil olunan şəxslərin sülhpərvərliyini nəzərə alın. Hamı belə sülhpərvər deyil, Qalib müəllim xüsusilə sülhpərvərlik göstərdi və çağırışlar da etdi. Yəni, bu sülhpərvərlikdən, tarixi fürsətdən istifadə edin və Qərbi Azərbaycanlıların qayıdış hüququnu tanıyın. Çünki hər bir Azərbaycanın bu hüququ var və biz bu hüququmuzu və biz sizə göstərdik ki, əslində hüququmuzu qaytarmağın yollarını da bilirik. Amma bir humanist addım varsa, Azərbaycan prezidenti də bunu qabardırsa, bu tarixi fürsətdən istifadə edin. Qayıtmaq bizim təkcə ümidimiz, arzumuz deyil, qarşıya qoyduğumuz hədəfimizdir və Azərbaycan xalqı olaraq biz göstərdik ki, biz hədəflərə doğru addım-addım, düşünülmüş şəkildə, məntiqlə, soyuq başla, amma eyni zamanda güclü bir zərbə ilə gedirik və çatırıq hədəfimizə. Hədəflərimizə çatmaq ümidi ilə görüşərik.